Xeyr. Bu dəfə çevrənin bu neçəncidir? 4 olmalıdır. Çevrə xaricinə və daxilin çəkilmiş bucaqlar mövzusuna baxacağıq. Deməli, kadetləri 6 və 8 olan düzbucaqlı üçbucağın xaricini çəkilmiş çevrənin radiusunu tapın. Düzbucaqlı üçbucağın xaricini çəkilən çevrənin radiusu hipotenuzunun yarısına bərabərdir. Yəni əvvəlcə hipotenuzu tapmalıyıq. Hipotenuzda da Pifaqor teoremini tapacağıq. Kadetlərinin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. 36 üstü 64 bu 100 eləyəcək. C də bərabər 10 çıxır. C 10'dursa 10/2. Bu da 5. Düzbucaqlı üçbucağın kadetlərinin nisbəti 3 və 4. Yəni biri 3x, biri 4x. Xaricini çəkilmiş çevrənin radiusu böyük R 2/5'dir. Biz demişdik ki böyük R C/2'dir. C/2 2/5 ise C'ni tapmaq üçün 2/5'i 2'yə vuracaq. Deməli C 5'dir. İndi Pifaqor teoremi ilə 3x'in kvadratı üstəgəl 4x'in kvadratı bərabərdir 5'in kvadratı olacaq. 9x kvadratı üstəgəl 16x kvadratı bərabərdir 25'ə. 25x kvadratı 25'ə. X kvadratı 1, x-dəki 1'dir. Müsbət mənfi 1-dəsində həndəsə deyə burada heç mənfilərə baxmayacaq. X 1'dirsə məndən nəyi soruşur? Daxil çəkilmiş. Elə yazdım ki, yer qalmadı. X 1'dirsə kadetlərim olacaq. Bozum buraları. Kadetlərim olacaq 3x 4x idi. 3 vur 1 3, 4 vur 1 4. Bunu pozum təzədən buradan yazdım. Hipotenuzum da 5 idi. Neydi bunun? Neydi bunun? Kiçik yer bərabərdir. Daxil çəkilmiş çevrənin radiusu kiçik yerdir. A plus B bölü A plus B minus C bölü 2 ilə hesablanır. Aynən bir kadetlərdir. 3-dən 4'ü toplayıb. C də hipotenuzdur. 7 çıx 5 2 bölü 2 1. 5-ci sualda. Deyir radiusu 5,5 cm olan çevrə daxilinə çəkilmiş düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Çevrənin daxilinə düzbucaqlı üçbucaq çəkilibsə, düzbucaqlı üçbucağın da xaricinə çevrə çəkilib. Yəni düzbucaqlı üçbucağın xaricinə çəkilən çevrənin radius düsturunu yazmalıyım. O da C bölü 2'dir. Radius 5,5'dir. 5,5 bərabər C bölü 2'yə. 5,5'i 2'yə vurun. Eləyəcək 11. Sonra 7. Bərabər yanlı düzbucaqlı üçbucağın kateti 10/2'dir. Üçbucağın xaricini çəkilmiş çevrənin radiusunun uzunluğunu tapın. Üçbucağın xaricini çəkilən, yenə deyirəm, düzbucaqlı üçbucağın xaricini çəkilən çevrənin radiusu C bölü 2'dir. Hipotenuzun yarısı. Bərabər yanlı düzbucaqlı üçbucaq deyirsə, bucaqlar 45'dir. Mən bunu əzbər demişdim sizə ki, əzbərləyin. Üçbucaq bərabər yanlı düzbucaqlı üçbucaqdırsa, yəni iti bucaqlar 45 dərəcədirsə, tərəflər arasında belə bir qanun uyğun olur. A kökdə 2. Yəni əgər kadetlər 5 5 isə hipotenuz 5 kökdə 2 olacaq. İndi kadetlər 10 kökdə 2 isə bu x hipotenuzu 10 kökdə 2'nin kökdə 2'yə hasil olacaq. 10 kökdə 4, kökdə 4'dən 2 çıxır. Bu da 20. R də bərabərdir C bölü 2, yəni 20 bölü 2. O da 10. Radius 10'dur. 12. 12'dən sonra qabaq 10 var. Bərabər yanlı düzbucaqlı üçbucağın daxilinə bu üçbucaqla ortaq düzbucağa malik şəkil çəkmişəm. Bir təpəsi hipotenuz üzərində yerləşən və perimetri 20 cm olan kvadrat çəkilib. Perimetri 20 isə tərəfləri tapmaq üçün 20'ni 4'ə bölərəm. 5 eləyər. Deməli hər tərəf 5 cm-dir. Üçbucağın xaricinə çəkilən çevrənin radiusunu tapın. Üçbucağın xaricinə çəkilən çevrənin radiusunu tapmaq üçün hipotenuzu tapmalıyıq. Hipotenuzu tapmaq üçün də bərabər yanlı düzbucaqlı üçbucaqdırsa buralar 45 dərəcədir. Burada 90 dərəcə olduğuna görə burada 45'dir. Yəni avtomatik bu hissə bu hissəyə bərabər çıxır 45-45 olduğuna görə. Təzədən izah edeyim. Bərabər yanlı düzbucaqlı üçbucaq olduğuna görə böyük üçbucağı üçün bu iti bucaqlar 45'dir. Balaca düzbucaqlı üçbucağı üçün bura 90'dırsa burada 90'dır. 90'dan bu 45'i çıxanda
Bu biri bucaqda çıxır 45. Eyni qayda bu bir tərəfdədir. 90-dan 45-i çıxanda burada çıxır 45. Oturacağı bitişik bucaqlar bərabərdirsə, yanlarda bərabərdir. Bura 5 isə burada 5-dir. Bütöv oldu 10. Eyni qayda burada 5-dir, burada bütöv oldu 10. Bayaq qayda izah elədim ki, 5 olanda 5 kökdə 2 olur. Düz bucağı üst bucaqda bərabər yan düz bucağı üst bucaqda. İndi 10 verirsə sən də 10 kökdə 2 yazacaqsan. Xaricin şəkildən çevirən radiusdakı betonumuzun yarısına bərabərdir. 5 kökdə 2. 12. Bir təpədəki bucağı 120 dərəcə olan bərabər yanlı üç bucaq. Radiusu 6 cm olan çevrənin daxilinə çəkilmiş. Üç bucağın yan tərəfini tapın. Bu misalda çevrənin qabağını çəkmişəm. Çevrənin mərkəzini qeyd edək. Biz aşağıdan qeyd edək. Yox, şəkil oxşamasa da əsas geniş olsun biraz. Radiuslarını çəkirəm. Radiuslar çəkdim. Hər ikisi bir-birinə bərabərdir. Bunlar bir-birinə bərabərdir. Bu üç bucağı sizə əzbərləməyi tapşırmışdım. Təpə bucağı 120 olan bərabər yanlı üç bucaqda AA-dırsa aşağı olur A kökdə 3. Yəni sinuslar teoremindən çıxır. Sadəcə bu üç bucaq çox istifadə olunur deyə əzbərləməyiniz məsləhətdir. Yəni verilən qaydaya əsasən AA-dırsa aşağı olacaq A kök altında 3. Şərtdə də bizə radiusu verib. Neçə verib? Radiusu 6 verib. Daha sonra bu bucaq 120 dərəcədirsə, bu AC qövsü 120-nin 2 qatı 240 dərəcə olur. 360-dan 240-ı çıxmalıyam ki, qırmızı ilə göstərim. Buradan buraya qədər 240 dərəcədirsə, çevrənin digər yarısının dərəcə ölçüsünü tapmaq üçün 360-dan 240-ı çıxıram. 360-dan çıxıram 240-ı. Eləyir 120. Deməli bu göy hissə 120 dərəcədir. Göy hissə 120-dirsə, bu da mərkəzi bucaqdır. Bu bucaq 120 dərəcədirsə, bu hissə də 120 dərəcə olmağa məcburdur. Çünki mərkəzi bucaq sökəndiyi qövsə bərabərdir. Və bu buradakı mərkəzi bucaq, o bucağı, AOC bucağı göy rəngdə işarələdiyim qövsə sökənib. Ona görə də həmin qövsün dərəcə ölçüsünə bərabər olmalıdır. Bayaqki dediyim xassiyyə əsasən, əgər tərəflər 6 verilibsə, burada 6 kökdə 3 olmalıdır. Yəni A kökdə 3 bərabərdə 6 kökdə 3-ə. A da bərabərdə 6 olur. Elə ki 6 6-dırsa, burada 6 kökdə 3 olacaq. A 6-dırsa məndən nə soruşur? Bucağın yan tərəfini tapın da 6. 12-dən sonra 14. 14-də bucağın xaricinə radiusu 8 cm olan çevrə çəkilib. AB 12-dir. Sinus bucaq C-ni tapın deyir. Xaricin çəkilən çevrənin radiusu bir də sinus verilibsə, bucağın sinusu. Bu sinuslar teoremində bir bu hissə, bir də bu hissədən istifadə edəcəm. Yəni AB bölünsün sinus C bərabər 2 yerdən istifadə edəcəm. AB mənə verilib, 12 verilib. Sinus C verilməyib, bunu axtarıram. Xaricin çəkilən çevrənin radiusu da verilib, 8, 2 dəfə 8. Sinus C-ni tapmaq üçün 12-ni 16-ya böləcəm. İxtisar gedir. 4-ə bölündə 4, 4-ə bölündə 3. 4-də 3 edir. Yəni, tənasübünü eləyə bilərsiniz. Sadəcə sadə bir şeydir deyə başa düşməz sizə birdən təzdən edeyim. (12 bölünsün sinus C) 2 dəfə 8, 16. Məxrəcə 1 çarpaz vurun. 12 vur 1, 12. 16 vur sinus C. Buradan da sinus C'ni tapanda C'nin yanında nə varsa məxrəcə yazsın. Digəri yuxarı yazılır. 4-də 3. 18. Betonumuzda 12 cm. İki bucaqlarından biri 60 olan düz bucağı üç bucağın daxilinə çəkilmiş çevrənin radiusunu tap. Bu misalda o əzbərlədiyimiz düz bucağı üç bucaq
formasından istifadə edib həll edəcəyik. Burada yox 16-ya getməliydik. Maybe başladım 18. Çəkilmiş bucağı bir də. Əgər burada düz bucaq, bu bucaq 30 dərəcə, bu bucaq 60 dərəcə olarsa, pitonumuz 2A olur. 30 dərəcə bucaq qarşısında duran katet A olur. 60-ın qarşısında duran da köklü 3A olur. Yəni bura 60 dərəcədirsə, düz bucağı üst bucağa görə burada 30 dərəcədir. 30 dərəcə bucaq qarşısında duran katet pitonumuzun yarısı 12-nin yarısı 6 edir. 60 dərəcəli qarşısında duranda 30 dərəcənin qarşısındakının kök 3 mislidir. 6 kök 3. Daxil çəkən çevrənin radiosu da bu üsulla hesablanır. Yerinə qoyacağıq. Aynən bir katetlərdir. Katetlər 6'dır. Bir də 6 kök 6 3. Çıxılsın C. C 12'dir. Bölünsün 2. 6 ilə 12'nin 6'dan 12'nin çıxanda 6 kökdür 3. 6 çıx 12 mənfi 6 bölü 2. Hər tərəfində 2'yə bölsəm 6'nı 2'yə böl 3 kökdür 3. 6'nı 2'yə böl 3. Burada götürüb orta vurğu mütərizə kənarına çıxarıb cavab yazıb. Yəni 3 vurulsun kökdə 3 çıxılsın 1 kimi. Bu da yuxarı aiddir. 16'da bərabər tərəfli üçbucağın təpələri və bu üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın xaricinə çəkilmiş çevrələrin radiusları nisbətini tapın. Bərabər tərəfli üçbucağın radius düsturunu, xarici çəkilən çevrənin radius düsturunu yazaq. R bərabərdir. A kökdə 3 bölünsün 3 ilə hesablanır. Xarici çəkilən çevrənin radiusu. Radius tərəflə düz asılıdır. Ya bu cür yazmayaq. Çünki yerinə qoyub yazsaq daha rahat başa düşərsiniz. Böyük üçbucaq üçün tərəf A-dırsa radius olur A kökdə 3 bölü 3. Kiçik üçbucaq üçün bu olsun R1. Kiçik üçbucaq üçün tərəfi A bölü 2-dirsə olur A bölü 2 kök altda 3 bölünsün 3. Təbii ki, hər dəfə bu hissəyə üçbucağın tərəfi yazılmalıdır. İndi nəyə görə bu kiçik üçbucağın tərəfi A bölü 2 oldu? Çünki deyir ki, tərəflərin orta nöqtələrini birləşdirən düz xətt. Əgər bu qırmızı ilə işarələdiyim tərəf orta xətdirsə, paralel olduğu bu A tərəfinin yarısına bərabər olmalıdır. A bölü 2 yazılmalıdır. Eyni ilə digər tərəflərdə paralel olduğu tərəflərin yarısına bərabər olmalıdır. Bunu sadələşdirsək, bununla işim yoxdur birinci ilə. İkinci sadələşdirəndə A kökdə 3 bölünsün 6 alınır. Hələ ki, A bölü 2'ni 3'e böləndə A kökdə 3 bölü 6 yaradır. Təbii ki də bunların nisbəti də olacaq. R1'i R2'ye böl. Böyle burada. R1 bölünsün R2 bərabərdir. A kökdə 3 böl 3 neydi yazdı? Bölünsün A kök altda 3 bölünsün 6. Birinci qalır olduğu kimi o birisi tərsinə fırlanır. A'lar gedir, kökdə 3'lər gedir. 3 3'e bölündə 1, 6 3'e bölündə 2. Cavab qaldı. Nə deyirdi? O da cavab 2'dirsə şərtdə var nisbət şəklində verib. Onu da 2 bölü 1 kimi yaza bilərsiniz. 1 bölü 2 də yaza bilərsiniz. Çünki demir hansına nisbəti. O cavab variant olur. Yox 16'da ikisində daha variant. 16'da A variant. 8 getdi 19. Burada deyir ki, bərabər yanlış üçbucağın oturacağı çəkilmiş hündürlüyü 20 cm. Oturacağın yan tərəfə nisbəti 4 bölü 3 olarsa üçbucağın daxilə çəkilmiş çevrənin radiusunu tapın. Hündürlük 20 cm-dir. Hündürlüyü qırmızı xətlə göstərək. Bura 20 cm-dir. Oturacağın yan tərəfə nisbəti 4 bölü 3-dür. Oturacaq 4x-dir, yan tərəf 3x-dir. Hər ikisi 3x-dir. Üçbucağın daxil çəkilən çevrənin radiusunu tapın. Birinci Pifaqor teoremi ilə həll etməyə çalışaq. Oturacaq 4x isə bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük oturacağı 2 yerə bölür. Pifaqor teoremi yazsaq, katetlər 2x ilə 20-dir burada.
2x'in kvadratı üstə gəl 20'nin kvadratı 3x'in kvadratına 4x kvadratı 400 6x kvadratına bərabərdir. Hesablayanda 2x kvadratı bərabərdir 400'ə x kvadratı bərabər 200'ə x də bərabər olur kökdə 200 kök altı 200'ə də 100 vur 2 yazım 100'dən də 10 çıxır. İndi bu cürdə qalır. Məndən daxilə çəkilən çevrənin radiusunu istəyir. Daxilə çəkilən çevrənin radiusu budur. 2s bölünsün a plus b plus c. Bunun üçün ABC demək olar ki var. Bir dənə sahəni tapmaq lazımdır. 2 s tapma a plus b plus c'nin yerinə yazım 3x plus 4x. Bir dənə s tapaq qıraqda. S'i Heron'da üstürüyən tapacağım. Yox, Heron'dan çətin olar. Hündürlüyü ilə oturacaq hasiliyin də arvaddır. Sahəni oturacağın hündürlüyü hasili oturacağın hündürlüyü hasilinin yarısı. 2'də 1 vurulsun. Oturacağım 4x'dir. Hündürlüyüm 20'dir. 2'də 1 AH düsturuyla. Hesablayanda 20 ilə 10. 40 x qalır. Deməli sahə 40x'dir. Aldığımız bu 40x'i gətirək burada yerinə qoyaq. Aşağıda da aldı 10x. X'lər getdi. Burada da ixtisar geldi. 2 dəfə 10, 2 dəfə 40'ın 80 bölün cavab 8 alınır. İndi baxıram ki bu x'in 10 kökdə 2 olmağı heç bizə maraqlı değilmiş. Bunu poz geçsin. Bunu hiç hesablamayın. Bu 2x neyini sen? Biz buraların 2x olmağı da bize maraqlı değil. Sadəcə sahə düsturu ilə tapın. Gətirin xarici daxil çəkən çevrənin radius düsturunu yerinə qoyun. 19'dan sonra gəlir 21. İti bucağı 60 dərəcə olan düz bucağı 3 bucağın kiçik kateti 2'dir. İti bucağı 60 dərəcə olan kiçik kateti 2'dir. 3 bucağın daxilini çəkimi çevrənin radiusunu tapın. 30 dərəcə bucaq qarşısında duran katet öz şərtli deyir. Kiçik katet 2'dir. Kiçik katet kiçik bucağın qarşısında duran tərəf olacaq. Yəni kiçik bucaq qarşısında kiçik tərəf durur. Yəni 2'ni mən 30'un qarşısında 30 dərəcəli bucağın qarşısına qoyacağım. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısı. Yəni bu 2'dirsə hipotenuz olacaq 2 vur 2 4. 30 dərəcəli bucaq qarşısında duran katet 2'dirsə 60'ın qarşısında duran olacaq kökdə 3 misli. 2 kök altında 3 deyir. Daxil çəkimi çevrənin radiusu. Daxil çəkən çevrənin radiusudur. Bu da a plus b minus c bölünsün 2. Deməli a 2'dir. B 2 kökdə 3'dür. Aynen bir katetlərdir. C'dəki 4 bölünsün 2. 2'dən 4 çıxanda 2 kök altında 3. 2'dən 4 çıxanda mənfi 2. Aşağıda 2. Hər birini də 2 nota burğa çıxartsaz. Sonra ixtisar aparın. Qaldı kökdə 3 çıxılsın 1. Sonra 22. Tərəfləri 10, 12 və 10 olan üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Üçbucaq bərabər yanlı üçbucaqdır. Çalışacağım elə bayaqki yoldan istifadə edeyim. Bərabər yanlı üçbucaqdırsa təpədən hündürlük çəkək. 12'ni təpədən çəkilmiş. Bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük həm mediandır, həm də tənbüləndir. Median olduğuna görə 12'ni 2 hissəyə böləcək 6. Burada h'dır. Pifagor teoremi ilə tapım. H'ın kvadratı üstə gəl 6'ın kvadratı bərabər 10'un kvadratına. Burada h çıxır 8. Sahənin rahatlığını tapa bilərəm. 2'də 1 vur oturacağım 12'dir. Hündürlüyüm 8'dir. 2'nin 2'yə 1 4. 2'nin 2'yə 1 8 2'yə 4 4 dəfə 12 48. Sahə 48'dir. Bir xaricini çəkilən çevrənin radiusu, yəni böyük yeri soruşur. Böyük yerin üstürü a vur b vur c böl 4s. A deməli hər biri 10 12'dir. 4s. Sahəm də 48'dir. Qısar geçsin. 1 4
Bunun bu gedəndə 5, 2, 5, 2. Cavab olur 4'te 25. 24. sual. 23'te de onun oxşarıdır. Prosta kiçik yeri tapacaqsınız. Yine sahəni eyni qayda ilə tapın. Kiçik yeri yerinə qoyun hesablayın. 24'te de düzdür. Oturacağı 10 ve yan tərəfi 13 olan bərabər yanı üst bucağın xaricini çəkən çevre radisi 24, yəni eynidir 22 ilə. Ehtiyac yoxdur bunu yazmağa. 24, 25 eynidir. 25'te de arxa çəkən çevre radisi tutturun soruşur. 26. sualda deyir, üç bucağın bucaqları görün yazır. 2 3 7 nisbətindədir. 2x 3x 7x 3'ünün cəmi 180 dərəcə olmalıdır. 12x 180 x də bərabərdir 15'e. X 15 ise 2x ne olacaq? 2 dəfə 15 30 yerine 30 yazıram bunun. Çok fazla şey oldu. Bu oldu 30. 3x olacaq. 45. 3 dəfə 15'in 45. 7x olacaq. 7 vur 15. 105. İndi o 105'e oxşamasa da bizə əsasən hesablama tərəfinə fikir verək. Deyir, xaricini çəkən çevre radisi 9'dur. Xaricini çəkən çevre radisi 9'dur. Kiçik tərəfi tap. Kiçik tərəf həmişə kiçik bucağın qarşısında duran tərəf olur. X. Sinuslar teoreminin bir hissəsindən istifadə edəcəyik. X tərəf qarşısında tərəf bölünsün. Qarşısında duran bucağın sinusu x yox sinus 30 ki tərəf və onun qarşısında duran bucağın sinusu bərabər olur həmişə 2'ye. X bəlli deyil. Sinus 30 2'də 1'dir. Radius verilib 9. X'i tapmaq üçün də x bölünsün 2'də 1 bərabərdir 18'e. X'i tapanda 18'i 2'də 1'e vururam. Eləyəcək 9. Deməli elə kiçik tərəfdə 9 imiş. 26'dan sonra gəlir 27. Şəkli qabaqcadan çəkmişəm. Mənə BD-nin 3 cm olduğu deyilirdi. Amma mən bu hissəyə də 3 yazmışam. Buradan buraya qədər 3 yazmışam. Çünki toxunanlar bir-birinə bərabərdir. Bir nöqtədən çəkilən toxunanlar həmişə bir-birinə bərabər olur. Buraları da özümdən x kimi qeyd edirəm, bir-birinə bərabərdir. Digər qara hissələrdə bizə DA-nı 10 verib. Mən bu hissəni də 10 götürmüşəm. Çünki bir nöqtədən çəkilən toxunanlar bərabərdir. Pifaqor teoremini yazaq. BC-nin kvadratı üstə gəl. CA-nın kvadratı bərabərdir BA-nın kvadratına. BC x plus 3'dür. X plus 3'ün kvadratı. CA x plus 10'dur. Onun kvadratı. BA da 13'ün kvadratı. Buradan təxminləmə yolu ilə həll etsək 2 qoysaz ödəyəcək. X'in yerinə 2 qoyaq. 2'nin üstünə 3 gəldi. 5'in kvadratı 12'nin kvadratı 13'ün kvadratı düz ödəyir. Doğrudur. Yəni x bərabər 2 olacaq. Kvadrat tənliyi kvadrat tənliyini də həll edeyim. Amma belə qısa yol kimi x'in 2 olduğunu bilin. Mən yenə də eləyim. Müxtəsə vurma üstünü açıram. Birincinin kvadratı. Birincinin ikinciyə vurma asilinin 2 misli. İkincinin kvadratı. Birincinin kvadratı. Birincinin ikinciyə vurma asilinin 2 misli. İkincinin kvadratı bərabərdir 169. X kvadratı 2x kvadrat. Üstə gəl. 2 vuracaq 6x edir. Burada da 20x var. 26x plus onun kvadratı 100. 2x kvadratı üstə gəl 26x üstə gəl 100 çıxılsın 169. İndi yer tapa bilmirik yazmağa. 26x çıxılsın 69 bərabərdir 0. Bu tənliyi əldə etsəz x bərabər 2 çıxacaq. Burada dayandırıram. Vaxt itirməyək kvadrat tənliyə. Dərsimizin əsas məqsədi çevrədir.
X'in 2 olduğunu tapandan sonra bizden ne istəyir? 27'də çevrənin uzunluğunu tapın. X 2-dirsə bunu pozaq. Bu çevrə üçbucağın daxilinə çəkilmiş çevrədir. Daxil çəkilmiş çevrənin radiyusu da A plus B minus C bölü 2'dir. A ve B burada katetlerdir. Katetlerden biri BC kateti X2 olduğuna göre 3 ile 2 5. Bu biri katet 12. Aşağıdaki de 13. 5 üst değil 12 çıkılsın. C'de 13'tür. Bölünsün 2. 17'de 13 çıxanda 4 bölü 2. Bu da 2. Radius 2'dirsə çevrənin uzunluğu L bərabərdir. 2 pi R nə hesablanır? 2 pi R də bərabər 2'dir. 4 pi'dir. 29'da 60 dereceli bucaq qarşısında duran tərəfin uzunluğu 9 cm olarsa üçbucağın xaricində çəkilmiş çevrənin radiusunu tapın. Bu burada boş-boşuna durub biz yuxarı çəkək, burada mənası yoxdur. Xaricində çəkilən çevrənin radiusu yenə üçbucağın tərəfinin onun qarşısında duran bucağın sinusuna nisbəti 9 bölünsün sinus 60 bərabər olur 2 böyük R. Evet, sinüs 60 kökdə 3 bölü 2'dir. 9'u kökdə 3'e bölsəm, kökdə 3 bölü 2'ye bölsəm, bu hissəsini izah eləməyə ehtiyac yox. 2 burada yuxarı çıxacaq. Alınacaq 2 vur 9 böl kökdə 3. 18 böl kökdə 3 bərabər 2 yerə. Hər tərəfini 2'ye bölsəm olacaq 9 böl kökdə 3 bərabərdir R. Burada bizə cavablar məqsədi irrasionaldan az da olmuş formada verilib. Yuxarını da aşağını da kökdə 3'ə vurun. 9 kökdə 3 böl kökdə 2 kökdə 3'ə vuranda kökdə 9 edir. Ondan da 3 çıxır. Ya da yazım kökdə 9 heç olmasa bunu izah edin. 9 kök altı 3 kökdə 9'dan 3 çıxır. 3 3'ə bölü 1 9 3'ə bölü 3. Ayrıntılara girmək istəmirəm ki əsas vaxtımız yetməz. Cavab 3 kökdə 3. Bunu pozaq. Buralara gəlməsin. Digərinin yerinə girməyək. 31'də deyir, oturacağı 4 yan tərəfi 6'ya bərabər olan bərabər yanlı üçbucağın daxilinə və xaricində çəkilmiş çevrənin radiusları asili. Bundan 2 dənədir görəsən. 2 dənəymiş. Böyük yer bulunsun kiçik yer. Böyük yerin düsturu A vur B vur C bölünsün 4 S ilə hesablanır. Kiçik yerin düsturu 2S bölünsün A plus B plus C ilə hesablanır. Yani burada S'lər onsuz da ixtisar gedəcək. Bizə S'lərin nə olduğu maraqlı deyil. A vur B vur C ilə tərəflərdir. 6 vur 6 vur 4. 2 vurulsun 6 plus 6 plus 4. Ben 4 ilə 2'ni aparaq 1 qalsın 2 qalsın. 6 vur 6 vur 2 aşağıda da 10 12 üstə 4 16 8 1 36'ı 8'e bölsəz uzaqda bölün. Yox. 4 dəfə 4'e 8'e bölsək 4 də 15 inç. 33'te. MYN 45 derece verilib. MN 18 şərtləri özüm qoymuşam. Buranın 90 derece olduğu görürsünüz. Şəkildə də görürsünüz ki 33'te verilməyib. Bura niyə 90 derece qoymuşam? MY və MN vətərləri YN diametre söykəndiyinə görə bir-birlərinə perpendikulyar olmalıdırlar. Yəni bura 45 dərəcədirsə, burada 45 dərəcə olacaq avtomatik. Bura 18 isə, burada 18 olur. Çünki bərabər yanlı düz bucağı üst bucaq alınır. Bizdən OM parçasını istəyir. OM hardadır? Bərabər yanlı düz bucağı üst bucaqda yan tərəflər 18 18 isə hipotenuz olacaq avtomatik 18 kök altında 2. Mərkəzdən MO istəyir. MO düz bucağı üst bucağı üçün
Düz bucaq təpəsindən çəkilən mediandır. Düz bucaq təpəsindən çəkilən median NY epitonunun yarısına bərabərdir. MO bərabər olacaq 18,2 bölünsün ki 9,2. Sonra hansı misal çəkmişəm? 34. ABC üst bucağında bucaq B120'dir. Tənbəllərin kəşf nöqtəsi M'dir. Tusaların xaricdən çəkilmiş çevrələrin radiusları nisbətini tapın deyir. Bunun üçün əvvəlcə buranın bucaq burada yer açılsın. Təpə bucağı 120'dir. Bunlar da tənbəlin olduğuna görə hər birinə alfa, alfa, beta, beta yazmış. Böyük üst bucaq ABC'yə görə 2 alfa üstə gəl 2 beta üstə gəl bərabər yox. Üstə gəl 120 bərabər 180 olmalıdır. 2 alfa üstə gəl 2 beta 180'e 120 çıxartmış. Alfa üstə gəl beta bərabərdir 30 dərəcə olacaq. Alfa ilə beta 30 dərəcədirsə, bu ikisinin cəmi 30'dursa 180'dən 30 çıxıb buranı 150 dərəcə tapmaq olar. Çünki AMC özü də bir üst bucaqdır. Və alfa 150 bir də alfa və beta bir də bu təpədəki bucağın cəmi 180 olmalıdır. Alfa ilə betanın cəmi də bəlli olduğuna görə 180'dən 30 çıxıram 150 eləyir. İndi xaricdən çəkilən çevrələrin radiuslarının nisbətini soruşur. Böyük üst bucaq üçün ABC üçün xaricdən çəkilən çevrələrin radiusunun ifadəsini yazaq. Bura bir x yazaq. Yazısa gəlirsə bura qədər çox işlətdik bu düsturu. X tərəfi qarşısındakı bucağın sinusu 120'nin sinusu sinus 120 bərabər olur 2 böyük R. Bunu R1 yazın böyük üst bucağı üçün. R1 yazaq. Bunu sadələşdirəndə x bölünsün sinus 120 kökdə 3 bölü 2'dir. 2 qalxacaq yuxarı kök altda 3 2 R1 2'lər burada 2 qısa gedəcək. X bölü kökdə 3 bərabərdir R1 qalır. İndi bu hesablama hissəsini pozaq. X bölü kökdə 3 bərabər R1. X bölü kökdə 3 bərabər R1 olacaq. İndi R2'nin ABC getdi AMC üç bucağı üçün. Yenə bu X tərəfi qarşısındakı 150 dərəcənin sinusuna nisbəti X bölünsün sinus 150 bərabərdir 2 R2'ye. Sinus 150 sinus 30'a bərabərdir. Yəni sinus 30'da 2'də 1'dir. 2 R2. 2 yenə yuxarı qalxacaq. 2x bərabər 2 R2. 2'lər ixtisar gedir. X bərabərdir R2 qalır. 2 niyə yuxarı qalxır? X 2'də 1'ə böləndə bunu da hər dəfə demək istəmirəm. X 2'də 1'ə böləndə x vurulsun 1'də 2 olur. Tərsinə fırlananda bölmənin qaydasına görə. O da ki 2x eləyir hesablayanda. Ona görə deyirəm 2 yuxarı çıxır. Lazımsız artıq şeyləri pozaq. Deməli x də R2'yə bərabərdir. Bunu da pozum. X bərabərdir R2'yə. Deyir hansına böl. Məcbur edir görəm. Yox demir. Nisbəti tapın deyir prosta. Yəni birinci AMC-nin adı çəkilir. AMC-də R2'dir, ABC-də R1'dir. R2'nin R1 nisbəti R2x-dir. R1'dəki x bölü kökdə 3'dür. Hesablayaq. Kökdə 3 bayaqki qayda kimi yuxarı gedəcək. Kökdə x bölünsün x. X'lər getdi qaldı. Kök altda 3. O biri misalın zonasına daxil olduq. Amma bu misal inanmıram çox çəkər. Yadıma gəlir misal. 35. ABC üç bucağında AF tənböləndir. Bunu pozum. Bir dəfə də siz üçün başa salın. Deməli şərtləri başdan yazaq. AF 2 dənə bucaq C-yə bərabərdir. Yox, başdan. Bir ABC üst bucağında AF tənböləndir. AF tənbölən alfa pozonda qalıb belə. Alfa alfa. ABFY nöqtələri. ABFY nöqtələri bir çevrə üzərindədir. Ona görə çevrəni çəkdim, sonra üst bucağı çəkdim ki, rahat görsəniz. AEF 2 dənə bucaq C-dir. AEF elə bil ki 2 dənə bucaq C-dir. Yazıb ki, bucaq AEF 2 dənə bucaq C.
Yəni bucaq C betadırsa, AEF olacaq 2 beta. AEF bucağı, bu 2 beta bucağı YFC üçün xarici çəkilən bucaqdır. Yəni bu bucaqla, yəni bu 2 beta bucağı bununla qonşu olmayan bu beta bucağı ilə buradakı tutaq ki YFC bucağının cəminə bərabər olmalıdır. 3 bucağın bir xarici bucağı, yəni bu 2 beta, onunla qonşu olmayan bu beta plus buradakı bucağın cəminə bərabərdir. Buradakı bucaqda bir dəqiqə, buradakı bucaqda ad qoyum da ona YFC qoyum. Bucaq YFC cəminə bərabərdir. Buradan çıxır ki 2 betadan betadan çıxsam bucaq YFC özü də beta'ya bərabər olacaq. Yəni burada betadır. Oturacağı bitişik bucaqlar bərabər olduğuna görə bu iki tərəf avtomatik bir-birinə bərabər olur. Sonra gedək. Bu bucaq betadırsa elə gedə bilməyəcəm. Sonra bu AF tənböləndirsə bu iki bucaq bir-birinə bərabərdir. Bura alfadırsa söykəndiyi qövs bunun 2 qatı 2 alfa, burada alfadırsa bu qövsdə 2 alfa olur. Əgər qövslərin dərəcə ölçüləri bərabərdirsə, həmin qövsləri əmələ gətirən vətərlərin uzunluqları da bir-birinə bərabər olmalıdır. Yəni bu vətər avtomatik bu biri vətərə də bərabər olur. Bizə o vətərlərdən birini verir. BF-i 4 verir. BF 4 isə deməli FY də 4-dür, YC də 4-dür. Məndən YC-nin şurada 4-dür cavabı. Sonra xarici və daxili kimi çevrələrin radiusları fərqli kökdə ölçü olan bərabər tərəfli üçbucağın perimetrini tapın. Bu sualdan bir dənədir. Yenə də yazacağım. Xaricinə və daxilinə çəkilmiş çevrələrin radiusları xaricinə, daxilinə çəkilmiş çevrələrin radiusları kökdə ölçü olan bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucağın xaricinə çəkilən çevrələrin radiusu A kökdə 3 bölünsün 3 ilə hesablanır. Daxilə çəkilən çevrələrin radiusu A kökdə 3 böl 6 ilə hesablanır. Heç nə tənliyi həll etsəm, hər tərəfini 6-ya vurum. 6 vur. 2 götürək, 6-ya vuraq, 6-ya vuraq, 6-ya vuraq. 6-ya vuranda ixtisar gedir. Nə oldu belə? 2-ni A kökdə 3-ə vuranda eləyir 2 kök altda 3A. 6'lar burada gedir, qalır təkcə kökdə 3A. Burada da 6 kök altda 3. 2 kökdə 3 üstəyə kökdə 3 eləyir 3 kökdə 3. A bərabər 6 kök altda 3. Kökdə 3'lər ixtisar gedir. 3A bərabər də 6-ya. A da bərabər 2 olur avtomatik. A bərabər 2-dir. Mənə deyirdi, bərabər yalnız düz. Yox, 6 idi. Bərabər tərəfli üçbucağın perimetrini tapın. P də bərabərdir 3A-ya. Bərabər tərəfli üçbucaq üçün. 3 vur 2 bərabərdir 6 olacaq. 37-də bərabər yanlış üçbucağın təpədən çəkilmiş hündürlüyü, onun daxilə çəkilmiş bir dəqiqə bunu